Salam əziz 11-ci sinif şagirdləri. Biz bu videoda 9 Mart tarixində keçirilmiş olan buraxılış imtahan sualları ilə tanış olacağıq. Deməli, 61-ci sual. Kəsişməsi boş olmayan A və B çoxluqları üçün A və B çoxluqlarının fərqi 6-dır. B ilə A-nın fərqi 4-dür. Bizə deyir ki, birləşmənin ala biləcəyi ən kiçik qiyməti tapın. Deməli, A çoxluğu və B çoxluğu verilib. Kəsişməsi boş olmayan deyir və bizdən birləşmənin ən kiçik qiymətini istəyir. Birləşmənin ən kiçik qiyməti alması üçün kəsişmə ən kiçik halda 1 ala bilər. Deməli, A çıx B fərqi. Burada A çıx B-nin qiyməti, bura isə B çıx A-nın qiyməti. Burada kəsişmənin qiyməti yazılır. Deməli, A çıx B fərqi 6-ya, B çıx A fərqi 4-ə bərabərdir. Deməli, birləşmənin ən kiçik qiyməti 6 üstəgəl 1 üstəgəl 4, yəni 11-dir. Cavab A variantı. İkinci sual, deməli, verilmiş ifadəni qruplara ayıraq. Hər birində olan ortaq ədədimiz 5-dir. 5-i mötərizə xaricinə çıxardaraq hər birini 5-ə bölərəm. 25-i 5-ə böldüm 5, çıxılsın A. Deməli, düzgün cavab D olmalıdır. Digər sual, cədvəldəki ədədlərin hansı hissəsi irrasional ədəddir? İrrasional ədəd kökdən çıxmayan, daha doğrusu kökdən tam ədəd olmasın çıxarkən. Sonsuz dövranlıq kəsr şəklində göstərilə bilməyən ədədlərə irrasional ədədlər deyilir. P-nin qiyməti, P özü irrasionaldır. Deməli, irrasional ədədlər. Bunun qiyməti 3,14 nöqtə, yəni dövürsüz bir ədəddir. Sonra dövrləri atırıq. Dövr şəklində göstərilə bilməyənlərdir irrasional. Kök 3-ün özü, 3 kök 5-in özü, kök 9 3-ə bərabərdir. Sonra 4-də 3 də getdi, bunlar da getdi və bu. Deməli, neçə dənə ədəd oldu? 4 dənə və bunların ümumi ədədlər də 10 dənə olduğu üçün 10-da 4, yəni 0,10-da 4 hissəsidir. Cavab C variantı. 64-cü sual, verilmiş ifadənin qiymətini tapaq. Bunun üçün kök altında kökləri birləşdirərəm. Dərəcələr eyni olduğu üçün 11 çıx kök 21 vurulsun. 11 üstəgəl kök 21-ə. Ümumiyyətlə bilirəm ki, bu irrasional ədədlərdən A çıx B A üstəgəl B-nin düsturu nəyə bərabərdir? Fərq və cəm həmin ədədlərin kvadratlar fərqinə bərabərdir. Yəni A kvadratı çıx B kvadratına. Deməli, buradan alacağım 11-in kvadratı çıx kök 21-in kvadratı. O da bərabərdir. Kök altında 121 çıx kök 21-in kvadratı 21. Cavab kök altında 100, bundan da çıxacaq 10. Deməli, düzgün cavab A variantı olmalıdır. Sonra 65-ci sual. Şəkər çuğundurundan onun kütləsinin 20% qədər şəkər alınır. 80 ton şəkər çuğundan neçə ton şəkər alınır? Deməli, ədədin faizinin tapılması da 80, 20%-ni taparam, vuraram 20-yə, bölərəm 100-ə. İxtisar apararam, 8 dəfə 2, 16. Deməli, düzgün cavab B olmalıdır. Y-in hansı qiymətində verilmiş ədədləri ədədi ardıcıllığın ardıcıl ədədlərdir? Ədədi silsilədə ümumiyyətlə ardıcıl ədədlər deyəndə A1, A2, A3. Və biz bilirik ki, A3 nəyə bərabər? A2 daha doğrusu ortadakı ədəd qonşularının ədədi ortasına bərabərdir. Yəni, ortada bu olacaq bizim üçün A1, A2 və A3. A2 bərabərdir, yəni modulda 3 çıx Y bərabərdir. A1, Y çıx 2 üstə gəlsin. A3, yəni 6 çıx Y bölünsün 2-yə. Buradan da modulda 3 çıx Y-imiz bərabər olacaq. Y-lər getdi. 6-dan 2 çıxanda 4, 4-ün yarısı 2-yə bərabərdir. Modul tənliklərini necə həll edirik? 3 çıx Y bir dəfə bərabərdir müsbət 2-yə. Biz bilirik ki, müsbət 2-nin modulu da 2-yə bərabərdir. Mənfi 2-nin modulu da. Ona görə 3 çıx Y həm də bərabərdir mənfi 2-yə. Hər iki halda həll edirəm. Y burada 1 olmalıdır. Burada isə 5 olmalıdır.
Deməli, y-in 1 və 5 qiymətlərində düzgün cavab D olmalıdır. 67-ci sual. 2 kürədən birincinin həcmi ikincinin həcmindən 27 dəfə böyükdür. Yəni V1 bölünsün V2 bərabərdir 27-yə. Oxşarlığa əsasən V1-in V2-yə nisbəti K kubu ilə ifadə olunur. Və məndən tələb edir ki, səthin sahəsi, yəni S1-in S2-yə nisbəti isə K kvadratı olduğundan K-mız kubu 27 olan ədəd 3 olduğuna görə K kubu yəni 3-ün kubu 27-dir. K kvadratı lazımdır. Deməli 9. Deməli bunların sətlərinin sahəsi 9 dəfə böyük olacaq. Cavab B bəndi. Növbəti sual verilmiş bərabərsizliyin ən böyük və ən kiçik tam həllini istəyir. Deməli ədəd oxu təsvir etsəm, -5,3-ün yerləşdiyi tam ədədlər -6 və -5-dir. Sonra 6-nın yerləşdiyi tam ədədlər isə müsbət 5 ilə 7-dir. Deməli, bizdən soruşulan ədədlərin arasında yerləşən ən böyük və ən kiçik tam hədlərin hasilini istəyir. Arada yerləşənlər -5, ən kiçik, ən böyük isə 5-ə bərabərdir. Düzgün cavab olacaq -25. 2 perpendikulyar müstəvinin deməli, 2 dənə perpendikulyar müstəvi verilib. Müstəvinin birindən 2 sm, digərindən 4 sm olan nöqtədən. Deməli, nöqtə verilib. Birindən 2 sm məsafədədir bu nöqtə. Digərindən 4 sm məsafədədir. Həmin nöqtədən müstəvilərin kəsişmə xəttinə qədər məsafəni istəyir. Deməli, alınan düz bucaqlıdır məsafə olduğuna görə. Bu düz bucaqlının diaqonalını tapacağıq. Diaqonal nəyə bərabərdir? Kök altında 4-ün kvadratı üstəgə 2-nin kvadratı. Kök altında 20, 20-dən də çıxacaq 2 kök 5. Yəni 4 vur 5 kimi yazsaq. Düzgün cavab olacaq C variantı. Paralel köçürtmə düsturu verilmişdir. X' bərabər. Biz bilirik ki, X' bərabərdir. X üstəgəl A-ya. Bizə isə verilib X' bərabərdir. X üstəgəl 4. Deməli, A-mız bərabərdir 4-ə. Sonra y' bərabərdir y üstəgəl b-yə. Burada isə verilib y' bərabərdir y üstəgəl 1. Deməli, b-miz isə 1-ə bərabərdir. A və B paralel köçürtmə əmsalları olduğundan A-nın koordinatları -3, 2, 4, 1 qədər sürüşəcək. Yəni, bu koordinat qədər 4 vahid sağa, 1 vahid yuxarı. Deməli, üzərinə 4 gəlsək, -3-ün üzərinə 4 müsbət 1 A' bərabərdir. 1-in üstünə də 2 gəlsəm 3, 1, 3, yəni Y variantı. Diaqonallarının sayı 9 olan, deməli D bərabər 9 qabarıq çoxbucaqlının tərəflərinin sayını istəyir. Düsturumuz necədir? D bərabərdir n vurulsun n çıx 3 bölünsün 2. Bu da bərabərdir 9 verilib. Buradan tənlik kimi həll etsəm, n vurulsun n çıx 3 bərabərdir 18-ə. Qapalı sual olduğu üçün şübahət taparıq. Əgər açıq sual olsa, mötərizəni açıb 3 həddiyə gətirərdim. Tənlik kimi əldə edib Y teoremindən və ya köklər həllinin tapılması düsturundan istifadə edərdim. Deməli, buradan isə alaram 6, 9, 6, n-imiz 6-dır. Şübahət tapsam 6 dəfə 3, 18-dir. Axı n-in yerinə 6 qoysaq, 6 və 3, 18 edir. Deməli, tərəflərinin sayı 6-ya bərabərdir. Və ya n-in kvadratı çıx 3, n bərabərdir 18, 18-i sol tərəfə keçirdərəm. Çıxılsın 18 bərabərdir 0. V teoreminə görə köklər cəmi 3, yəni köklər 6 və -3-dür. Hasili isə -18-dir. Keçdik növbəti suala. Loqaritma aid sualdır. Loqaritma 2 əsasdan qruplara ayıraq. Bunu kvadratlar fərqi kimi 10 çıx 14 çıx 10, 14 üstəgəl 10 kimi yazaram. Bölürəm 24-ə. Bu da bərabərdir. 14-dən 10 çıxdıqda 4-ə, topladıqda 24-ə. Bölünsün 24. Bunlar getdi. Aldım loqaritm 2 əsasdan 4.
Bu isə loqaritm 2 əsasdan 2-nin kvadratı kimi yazılsa, 2 qabağa keçdi. Cavab olacaq 2. Yəni düzgün cavab C bəndi. Sonra A parametrin hansı qiymətində verilmiş ifadənin, daha doğrusu tənliyin həlli var. Biz bilirik ki, sinusun qiymətləri çoxluğu -1 arasında yerləşir. Hər tərəfi 2-yə vursam, hər tərəfə 1 əlavə etsəm, deməli, cavab olacaq -1, 3. Düzgün cavab D variantı. Deməli, uyğun tərəfləri paralel olan iki bucaqlardan biri o birinin 80%-ni təşkil edir. Deməli, bu bucaqların böyüyünü istəyir. Əgər bucaqlardan biri digərinin 80%-dirsə, deməli, müxtəlif adlı bucaqlardır. Müxtəlif adlı bucaqlardırsa, bunların cəmi, yəni alfa ilə betanın cəmi bərabərdir 180 dərəcəyə. Biz bilirik ki, uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabərdir, ya da cəmləri 180-dir. Deməli, biri o birinin 80%-dirsə, deməli, bucaqlardan tutaq ki, alfa bərabərdir. Deməli, alfa bərabərdir 0,8 betaya. Və buradan isə gətirib bucağı yerinə yazsam, 0,8 beta üstə gəlsin beta bərabərdir 180-ə. Deməli, bu bucaqların cəmi olacaq 1,8 beta bərabərdir 180-ə, beta bərabərdir 100 dərəcəyə. Deməli, alfamız isə olacaq 100 yerinə qoysam, 180-dən 100 çıxsam, cavab olacaq 80 dərəcə. Deməli, böyük bucağımız 100 dərəcədir. Deməli, Z1 bərabərdir nəyə? 9 çıxılsın, x vurulsun i üstü 5-ə. i üstü 5-i mən sadələşdirsəm, bunu i üstü 4 vurulsun i kimi yazsam, i üstü 4 1-dirsə, deməli, i üstü 5-in yerinə mən i yaza bilərəm. Z2 bərabərdir y üstə gəlinsin, 6 vurulsun i üstü 35-i də sadələşdirsəm, i üstü 35, i üstü 4-ün 8-ci dərəcənin qüvvəti vurulsun i-nin kubuna bərabərdir. Deməli, i kubu isə bərabər olur mənfi i-yə. Çünki mən onu i kvadratı vurulsun i kimi yazsam, i kvadratı -1-dir, olur mənfi i-yə. Deməli, vurulsun mənfi i, bu isə bərabərdir y çıxılsın 6 i-yə. Əgər Z1 və Z2 qoşmadırsa, Z1 tutaq ki, A üstə gəlsin BI, qoşma dedikdə bunun qoşması Z1 papaq A çıxılsın BI-yə bərabərdir. Deməli, əgər bunlar qoşmadırsa, deməli 9 bərabərdir Y-ə, mənfi X isə bərabər olmalıdır mənfi 6-nın əksi, yəni müsbət 6-ya. Y bərabər 9-a, x bərabərdir mənfi 6-ya və bizdən bu ədədlərin hasilini tapmaq tələb olunur. Cavab olacaq mənfi 54. Verilmiş ifadəni sadələşdirək. 4 vurulsun sinusun kvadratı alfa. Bu 4 kosinus kvadratını bunun yanına keçirdirəm. 4 kosinusun kvadratı alfa. Deməli, çıxılsın 1 üstə gəl tangens kvadratı. Düsturumuz var ki, 1 üstə gəl tangensin kvadratı alfa 1 bölünsün kosinus kvadratı alfaya bərabərdir. Bunun yerinə mən 1 bölünsün kosinus kvadratı alfa vurulsun kosinus kvadratı alfa yazsam, bunlar gedər. Kosinus kvadratı alfa bunlar getdi. Cavab qaldı 1. Deməli, bunun da yerinə 4 vurulsun sinus kvadratı alfa üstə gəlsin kosinus kvadratı alfa çıxılsın 1. Deməli, bunun eyniliyin də qiyməti 1 olduğundan 4-ü vuraram 1-ə 4 çıxılsın 1. Yəni, cavab 3-ə bərabərdir. Deməli, verilmiş tənliyi həll edək. Bunu yaza bilərik. 3 vurulsun 5 üstü x üstə gəlsin. 5 vurulsun x üstə gəl 1-i xırdalasam, 5 üstü x vurulsun 5 kimi yazsam, 5 vurulsun 5 üstü x bərabərdir 200-ə.
Sadələşdirsəm 8 vurulsun 5 üstü x bərabərdir 200-ə. 200-ü 8-ə bölsəm 5 üstü x bərabərdir 25-ə. X olacaq 2. Deməli, burada nə etmək lazımdır? Verilmiş ifadəni sadələşdirək. Deməli, surət bizə bu ifadənin açılışıdır deyə biz bunu x çıx 1-in kubu kimi yazıram. Sonra məxrəcdə 2-ni kənara çıxarsam x kvadratı çıx 1 kimi yazaram. Bölməni kəsrin tərsi kimi yazırıq. Deməli, yuxarı düşür x üstəgəl 1, aşağıda da x kvadrat çıx 2x üstəgəl 1 kimi yazsam, bunun özü müxtəsər vurma düsturudur. Yəni, burada sadələşdirmə aparaq. 2 vurulsun x çıx 1, x üstəgəl 1 kimi yazıram. Sonra vurulsun x üstəgəl 1, bu isə x çıx 1-in kvadratıdır. Və burada sadələşdirmə aparsaq, bunun 2 dənədir. Burada 3 dənə, biri qaldı. Bununla getdi. Deməli, bu da getsə, cavab qaldı 2-də 1. Cavab 0,5. Növbəti sual artıq ətraflı yazı tələb edən suallardır. Akt zalında hər sıradakı yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Deməli, yerlər çoxdur deyə x üstəgəl 8. Sıranı isə x ilə işarə etsək, ümumi yerlərin sayı x vurulsun x üstəgəl 8 sıralarla yerlərin hasilidir. Cavab 384-dür. Bunu isə sadələşdirək. Deməli, burada 384 yazmalıydım. Deməli, burada elə ədədlər tapmalıyıq ki, həmin burada x-in kvadratı üstəgəlsin 8x çıxılsın 384. Deməli, toplayanda -8, vurarkən isə -384 olsun. Deməli, bu ədədlər 16 və 24 götürsəm, böyüyə mənfi versəm, doğru bərabərliyə alınacaq. Deməli, yerlərin sayı 16-dır. Yox, 16 yox. Sıraların sayı 16, yerlərin sayı 24-dür. Düzbucaqlının B təpəsinin AC diaqonalına perpendikulyar çəkilib. Deməli, bu düzbucaqdır. Və AM və MC-nin qiymətləri 9, 16 olaraq uyğun olaraq yazılsa və düzbucaqlının sahəsini necə taparam? Düzbucaq təpəsindən çəkilən hündürlük h bərabərdir kök altında m-in. Bu düstura əsasən tapa bilərəm ki, 9 vur 16-dır. Bu da eləcə 3 vur 4, yəni 12. Bu m, bu isə n olarsa. Deməli, h-ımız 12-dir və mən düzbucaqlının 2 dənə yarım düzbucaqlı üçbucaqdan ibarət olduğunu bilsəm, indi gəlin bu ABC düzbucaqlı üçbucağın sahəsini tapaq. SABC bərabərdir 2-də 1 BM vurulsun AC. Yəni 2-də 1 vurulsun BM-in yerinə 12 tapdıq. 12, bu elə BM deməkdir. Bunu vururam 25-ə. Buradan alaram 6 vur 25, yəni cavab 150. Deməli, bu yarım düzbucaqlının sahəsi 150-dirsə, digərinki də 150-dir. Ümumi olacaq 300. Deməli, düzbucaqlının sahəsi 300-ə bərabərdir. Deməli, supermarketdə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birində 5 AZN, 10 AZN və 20 AZN dəyərində kuponlardan yalnız biri təqdim olmaqla 28 zərf verilə bilər. 20 AZN-liklərin sayı 10 AZN-likdən 2 dəfə azdırsa, 20 AZN-liyə x işarə etsəm, 10 AZN-lik ondan 2 dəfə çoxdur deməli. Daha doğrusu 20 AZN-lik 2 dəfə az olduğu üçün mən kiçiyə x dedim, böyüyə 2x dedim. Və 5 AZN-lik kuponların sayı isə 16 vahid çox olduğu üçün, yəni 20 AZN-dən, o da x üstəgəl 16. Deməli, ümumi tənliyimiz olacaq 4x üstəgəlsin 16 bərabərdir 28-ə, 4x bərabərdir 12, x bərabərdir 3-ə. 3-ə və hər birini yerinə qoysam 19, 6 və 3 alaram. Deməli, bizə deyir ki, müştərinin təsadüfi seçdiyi 2 dənə zərfdən kuponların ümumilikdə 30 AZN dəyərində olması hadisəsinin ehtimalını tapın. Deməli, 2 dənə zərf seçirsə, bu zərflərin ikisinin də ümumilikdə dəyəri 30 olması üçün, deməli, bu zərflərin ya
20 azinli ya da birinin digərinin 10 azinli olması hadisəsinin ehtimalını tapmalıyıq. Buna görə olacaq 2 dənə zərfdir. Biri 10 azinlikdən çıxsın, biri də 20 azinlikdən. Onda olacaq kombinzon. 10 azinliyin sayı 6 dənədir. 6-dan 1 vurulsun. 20 azinlik 3 dənədir. 3-dən 1 bölünsün. Ümumi zərflərin 28-dən 2-yə. Bu da bərabərdir. 6 vurulsun 3-ə. 28 kombinzon 28-dən 2, 28 faktorial bölünsün. 26 faktorial vurulsun 2 faktoriala bərabərdir. Buradan da bunlar ixtisar getsə qalacaq. 27 vur 28, bu da bərabərdir. İxtisar eləsəm 2 ilə 28 getdi, qaldı 6 vur 3 bölünsün 27 vur 14-ə. Bunlar da ixtisar getsə, buradan isə ixtisar eləsəm qalar 9, 1, 3-ə ixtisar eləsəm 3, 2, 7 cavab 1 böl 21. Keçdik növbəti suala. Deməli, düz bucaqlı üç bucaq verilib. AB və AC tərəfləri mərkəzi O nöqtəsi olan çevrəni uyğun olaraq K və C nöqtələrində toxunur. Bura 40 dərəcədirsə və bilirik ki, toxunanla radius arasındakı bucaq 90-dır. Deməli, bu 50 dərəcə olmalıdır. Və bu bucaq isə 2 toxunanla 50-dirsə, bura 180 çıx 50, yəni 130 dərəcədir. Deməli, KMC bucağı qövsü 130 dərəcəyə bərabərdir. Keçik növbəti suala. Deməli, açılışı şəkildə verilmiş düzgün piramidanın tam səthinin sahəsi 360-dır. Deməli, tam səthinin sahəsi dedikdə yan səthinin S tam bərabərdir. S yan üstə gəlsin, S oturacağa. Və düzgün piramida olduğu üçün yan üzvlərinin sahələri bərabərdir və oturacağı isə düzgün çoxbucaqlıdır. Yəni, bu verilən S oturacaq kvadratdır. Deməli, kvadratın tərəfi nəyə bərabərdir? 10-a. Deməli, bura 10-dur. Sonra digər tərəfdə 3 bucağı qeyd etsək, bura 10. Deməli, mən yan üzün sahəsini tapmalıyam. 360 bütün 360-dan çıxaram oturacağı, qalar 260. 260-ı bölərəm 4-dən 3 bucaq arasında, çünki sahələri bərabərdir. 2-yə bölsəm 130, onu da 2-yə bölsəm 65-dir. Sonra, deməli, 3 bucağın sahəsi 65 olmalıdır. H-ı tapmaq üçün H apofemdir bu. Yan üzün hündürlüyü. Deməli, 2-də 1 vurulsun, 10 vurulsun H apofem bərabərdir 65-ə. Bu getdi 5. H apofem olacaq 13. 65-i 5-ə bölsək. Növbəti sual bu təniklər sisteminə aid bir sualdır. Gördüyümüz kimi oğlanların 170 cm-dən az olanlar bu sütunda, çox olanlar isə bu sütunda verilib. Gəlin buna uyğun tənlik quraq. Deməli, y üstə gəlsin 3x bərabərdir 21-ə, 2y üstə gəlsin x bərabərdir 17-yə. Burada isə yuxarını mənfi 2-yə, aşağını mənfi 3-ə də vursaq, həll edə bilərik. Aşağını mənfi 3-ə vuraq. Deməli, alaram y üstə gəl 3x bərabərdir 21-ə. Mənfi 3-ə vursam, mənfi 6y 3x bərabərdir mənfi 51-ə. Bunlar getdi. Mənfi 5y bərabərdir mənfi 30-a. Y eləyəcək 6. Deməli, y 6-dır. 2y 12-dir. X-i tapaq. 6-nı yerinə qoysam, 6 üstə gəl 3x bərabərdir 21-ə. 3x eləyəcək 15, yəni x da 5-ə bərabərdir. Deməli, 3x-imiz 5-dirsə, 3x-imiz 15-dir. Doğrudan da 5 ilə 6-nın 15-in cəmi 21, daha doğrusu 6 ilə 15-in, 12 ilə də 15-in cəmi 17-dir. Bizdən isə boyu 170 cm-dən çox olan oğlanların sayı
Bu isə 12-yə bərabərdir. Deməli, cavab 12 qeyd olunmalıdır. Keçək növbəti suala və bu sonuncu sualdır. Deməli, parabola verilib. Bu parabolanın gəlin əvvəlcə təpə nöqtəsinin koordinatlarını tapaq. Mən bunu x kvadrat çıx 8x üstəgəl 18 m-lə də tapa bilərəm. Və ya x çıx 4-ün kvadratı üstəgəl 2 kimi yazsaq, tam kvadrata ayırmaqla təpə olacaq neçə? 4 və müsbət 2. Deməli, bura A-nın koordinatları 4 və 2-dir. Sonra, indi biz bunu başqa cürdə tapa bilərik. M-in düsturu mənfi B bölünsün 2A-ya, mənfi B-miz müsbət 8-dir. A-mız da 2 olsa 4. 4-ü yerinə qoyub Y-in 2 olduğunu tapa bilərik. Deməli, 4 və 2-dir təpəmiz və bizə deyir ki, əvvəlcə funksiyanın qrafikini absis oxuna nəzərən simmetrik çevirib, sonra koordinat başlanğıcın ordinat oxuna. Deməli, təpəmiz oldu 4, 2. Bunu çevirib funksiyanın qrafikinin absis oxuna. Absis oxuna nəzərəndirsə, x o x-a nəzərən olduqda x olduğu kimi qalır. Y dəyişir. 4 mənfi 2. Burada olacaq 4 mənfi 2. Bu olacaq mənim B nöqtəm. Sonra təpə nöqtəsini S isə nəyə bərabərdir? 4, 2-ni ordinat oxuna və koordinat başlanğıcı deyirdikdə koordinat başlanğıcını hər ikisi əksinə dəyişir. Mənfi 4, mənfi 2. Deməli, bura olacaq mənfi 4, mənfi 2. Bu da S nöqtəsi. Və digər nöqtə ordinata nəzərən 4, 2. Ordinat oxuna nəzərən o y. Y qalır. X əksinə dəyişməlidir. Mənfi 2. Daha doğrusu y qalır dedik. Müsbət 2. Bura olacaq. Bu da bizim D nöqtəsidir. Alınan dördbucaqlının perimetrini istəyir. Deməli, bura 4-dürsə, digər tərəf də 4-dür. Bura oldu 8. Buradan bura 2-dirsə, 2, 2, 4 olacaq. Deməli, eni 4, uzunluğu 8 olan düzbucaqlının perimetri 2 vurulsun. 8 üstəgəl 4-ə bərabərdir. 12 vur 2, 24. Deməli, dördbucaqlının perimetri 24-dür. Deməli, əziz uşaqlar, bütün sualların izahına baxdıq. Növbəti suallarda, sınaqlarda, imtahanlarda görüşənədək sağ olun. Hər birinizə uğurlar arzu edirəm.